Oktyabrın 12-sidir. Sabunçu qəsəbəsində, Sabunçu bazarının ətrafında obada 15 dəqiqə bundan qabaq 15 dəqiqə bundan qabaq təxminən saat 6 radələridir. 15 dəqiqə bundan qabaq obada gəlmişəm Sabunçuda obadan limon almışam. Bana bildirirlər ki limonun kilosu 4 manat 99 qəpik. 6 manat 79 qəpiyə vurublar qiymətini. İndi mən çəkilişlə girirəm içəri. Salam. Bax jurnalistim gəlmişəm, çəkiliş edib birbaşa yanına gəlmişəm. Obanın içisə. Bana bayaq dedin ki limonun kilosu 4 manat 99 qəpik. 3 manat 99 qəpik. Sen məndən vurmuşsan bunun kilosunu, çəkir içindədir. 10 dəqiqə bundan qabaq almışam ha, obanın içisə. Qulaq, 6 manat 79 qəpik kilosunu vurmuşsan. Bir dəqiqə jurnalist əmək qardaş, iştirakləşdirmək lazım. Bu xalqalı niyə alırsan, qardaş? Bir dəqiqə gözlə. 6 manat 79 qəpikdə vurmuşsan, 11 manat 50 qəpik məndən pul almışsan. Çeki də içindədir. Neçəyə dedi kilosu? Yox, kilosu neçəyə dedi, xahiş ilə. Canlı yayımda çəkirəm. O banı içsə. Neçədir kilosu? Kilosu neçədir? 3 manat neçə qəpik dedim bana? Yox, 3 manat deyil. Ha, 3 manat 99 qəpik demişsən. Bir dəqiqə gözlə qardaş. Yox, ay müəllim, burada görsən 6 manat 79 qəpik. 6 manat 79 qəpiyə limon yoxdur heç yerdə. 3 manat 99 qəpik demişsən bana. Düzdür xanım? Nədir, gizlətmirsən nədir? 3 manat 99 qəpik demişsən bana kilosu limon, düzdür? Ancaq bana vurmuşsan burada. Mənim qardaşım, qaytar bu limonu tez. Müəllim, bu... Qaytar tez 11 manat 50 qəpimi ver. Qaytar mənim 11 manat 50 qəpimi ver. Bu müdiriyyətin problemi. Ay kişi 6 manat 99 qəpiyə bana... Olsun da qardaş, bu şəxsi ticarət obyekti. Başa düşdüm, yalladırsan vətəndaşları. Biz Allah verir. Bunu biz... Kim alladır ben? Qaytar xahiş edirəm 11 manat 50 qəpimi qaytar, çekim də orada içində. Yalladırsan vətəndaşlarını yerlərsən, bunu ictimailəşdirəcəm, bu adiyyəti qurumlar görsün. Get ictimailəşdir. Mən So. sənə razıyam. Get belə, nə tərlərini istəyirlər. Fikir verəcəm, bax göstərirəm, əlini vurma. 6 manat 79 qəpiyə vururlar. 11 manat 50 qəpik pul alırlar məndən. 3 manat 99 qəpik demişsən xanım. Düzdür, bəyək çəkişdə də demişsən. 11 manat 50 qəpimi qaytar. Xahiş edirəm. Niyə alırsan vətəndaşları? Bax, getmişəm evə, evdən bura gəlmişəm. Gör nə deyirəm. Evdən bura gəlmişəm, qardaş. Qulaq as bir kəlmə söz. Eşidirəm. Mən burada birinci işçiyəm. Hə, işçisən niyə alırsan Birinci vətəndaşlar? qiymətdə, mən anlatmıram. Burada gör mən artıq almağa cimə olurum. Xahiş edirəm 11 manat 50 qəpimi qaytar. Verim də bir səbirlə bu sözümü deyim. Bəli, de. Bu müdiriyyətin problemidir. Gözünüz bilərsiniz, cəmaatı allatmayın. Ay, mən əşki cəmaatlarla... Əziz dostlar, əziz qardaşlar, xahiş edirəm paylaşın. Obanın əməkdaşları Sabunçu qəsəbəsində neçə nömrəli obadır bu? 14 nömrə, 13 nömrə. 13 nömrəli oba, Sabunçu qəsəbəsində. İnsanları alladır, 11 manat 50 qəpimi aldım. Düzdür, canın sağ ol. Sağ ol qardaş, sağ ol.